Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Bakışin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, diqqət əksikliyi və hiperaktivlik pozuntusu. Bu nə deməkdir? Hərfin mənası adətən, yəni 4 hərfdən ibarət olub D, Ə, H, P. Yəni dəhb. Açıqlaması diqqət əksikliyi və hiperaktivlik pozuntusu. Bu neçə yaşında özünü göstərir? Hansı yaş aralığında olan uşaqlarda daha çox özünü biruzə verir? Adətən 5 yaşından başlayıb 12-13 yaşlarına qədər davam edən diqqət əksikliyi və hiperaktivlik pozuntusu olan uşaqlar irəli yaş dönəmlərində müalicə edilmədikdə, buna valideynlər diqqətlə qulaq assınlar və ekrana yaxın əyləşsinlər. Müalicə edilmədikdə onlar hər hansı bir abituriyent müddətində yaxud daha irəli yaş dönəmlərində diqqətini o şeyə cəlb edə bilmirlər və daima olaraq sağda solda beyin düşünür və inkişafı yüksək səviyyədə getsə də diqqət olmadığı üçün ortada keyfiyyət sıfır olur, nəticə olmur. Və diqqət əksiliyinin əlavə hiperaktivlik nə deməkdir? Hiperaktivlik odur ki, daima olaraq hərəkətə. Baxırsan ki, uşağın 3 yaşı var, 4 yaşı var. Divanın üstünə qalxır, oradan hoppanır yerə. Yaxud belə deyək, pilləkən başından düşmür. Bir də baxırsan ki, yıxıldı, başında 4 dənə çapıq var, valideynə baxırsan, dişinin üstü örtülmür. Uşaqdır, əylənsin və yox, uşaqdır deyənə belə bir yıxılandan sonra ağır travma alandan sonra hiperaktivlik hər uşaqda ola bilər. Amma hiperaktivliyin axı bir dərəcəsi var. Bu dərəcədə ağır formada olanda ən azından uşağa psixoloji dəstək də şərtdir. Hansı ki, irəli yaş dönəmlərində hiperaktivlik onun üçün müsbət yox, mənfiyə çevrilə bilər. Adətən bu necə ola bilər? Məsələn, belə qeyd edə bilərik ki, nümunə olaraq hiperaktivliyi müalicə olunmayıb və irəli yaş dönəmlərinə gəlib çatmış uşaqlıqdan, yəni belə deyək, hardasa yeniyetməli yaş dönəmlərində o artıq həmin bədənində olan enerjini, məsəl üçün qızdırsa yaxud oğlandırsa, ətraf mühitə sərf etməyə başlayır. Baxırsan, səhərdən axşama qədər çöldədir. Bədən yorulmur. Təbii yorulmamaq yaxşıdır. Amma bu dərəcədə insan orqanizmini tənzimləyən və yaxud yatmağın da, yuxunun da bir qaydası, istirahətin də bir qaydası, gəzməyin də bir qaydası, idmanın da hər şeyin də bir müəyyən vaxt aralığı, limiti olduğu təqdirdə hiperaktivliyi çox olan insanlarda baxırsan ki, yuxu da yoxdur. Səhərdən axşama kimi oyaqdır. Ya əldə telefon, irəli yaş dönəmlərinə biruzə verir, yeniyetməlikdən çıxıb artıq gənclik dönəminə keçirilən zaman. Yaxud da baxırsan ki, uşağın 8-9 yaşı var, anası yatdı qaldı, uşaq hələ oyaqdır. Gözünün yuxu getmir. O da əslində bir psixoloji xəstəliyin, hansı ki, qeyd etdiyimiz diqqət əksikliyi və hiperaktivlik pozuntusunun bir növ nümunəsi ola bilər. Mütləq şəkildə övladlarınızı bu saatdan psixoloji dəstək alıb müalicə etdirin ki, irəli yaş dönəmlərində yuxu pozğunluqları və yaxud bədəndə enerjinin həddindən artıq çox olması və paylanmanın yanlış olması kimi meyarlarla qarşılaşmayasınız. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsi yaza bilərsiniz, yaxud fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.